Salam uşaqlar. Deməli, mən bu günləri sizə sözün leksik və qrammatik mənası haqqında məlumat vermək istəyirəm. Uşaqlar, sözün leksik mənası ilk olaraq onu deyim ki, sözün leksik mənası ilk ağla gələn məna deməkdir. Deməli, sözün ilkin mənası birbaşa ifadə etdiyi məna onun ilkin mənasıdır. Deməli, onun leksik mənasıdır. Leksik məna sözün ilkin mənası deməkdir. Məsələn, söz deyəndə ilk ağlınıza nə gəlir? Məsələn, maşın deyirik. İlk ağlımıza nə gəlir? Sürmək üçün vasitə. Marker deyirik. İlk ağlımıza nə gəlir? Lövhəni yazmaq üçün bir qələm növü, bir əşya. İlk ağlımıza nə gəldisə, bu sözün leksik mənasıdır. Məsələn, testlərdə qarşınıza çıxsa ki, məsələn, filan sözün leksik mənasını tapın. Leksik mənası yazılan söz sizdə çətin gəlməsin. Yəni, leksik məna sözün ilkin mənası deməkdir. Məsələn, burada da yazılıb. Marker, lövhədə yazı yazmaq üçün istifadə olunan qələm. Bu oldu sözün leksik mənası. Yəni ki, sözün ilkin mənası. Sözün leksik mənası izahlı lüğətlərdə belə verilir. Məsələn, sözün leksik mənasını tapmaq üçün bir sıra yollardan istifadə edirik. Məsələn, birincisini deyirəm. Sözün əlamət və xüsusiyyətlərini izah etməklə. Məsələn, sözün ilkin mənasını tapmaq üçün istifadə olunur onun əlamət və xüsusiyyətlərinə. Məsələn, deyirik zəmi. Zəmi nədir? Əkin yeridir. Məsələn, taxıldır. İkinci necə tapa bilərik? Sözə yaxın mənalı sözlər tapmaqla. Məsələn, mən sənə ağ sözün izah etməyə çalışıram, amma ağ sözü yadımdan çıxıb da deyirəm qara. Sən tez deyirsən ki, ağ. Məsələn, dost sözünü izah etməyə çalışıram, amma dost sözü yadımdan çıxıb da bəzən olur ki, insanlar sözləri yadına salmır. Tez deyirəm düşmən, onun əksi nə idi? Deyirsən dost. Bax, bunlar sözün ilkin mənasıdır. Üçüncü olaraq isə sözə əks mənalı sözlər tapmaqla. Məsələn, sözə əks mənalı sözlər tapmaqla ağ, qara, dost, düşmən. Sonra sözün yaxın mənalı sözlər tapmaqla qısa, yığcam bu formada. Bu oldu sözün leksik mənası, yəni sözün ilkin mənası. Digəri isə sözün qrammatik mənası. Sözün qrammatik mənasını tapmaq üçün nədən istifadə edirik uşaqlar? Sözün qrammatik mənası dedikdə onun hansı nitq hissəsinə aid olması, həmin nitq hissəsinə aid xüsusiyyətlər nəzərdə tutulur. Məsələn, qrammatik məna hansı suala cavab verməsi, hansı nitq hissəsi olması. Məsələn, deyirəm ki, qırmızı sözünün qrammatik mənası nədir? Sən deyirsən qırmızı necə sualına cavab verir? Əşyanın əlamətini bildirir. Məsələn, deyirəm qələm sözünün qrammatik mənasını mənə izah et. Deyirsən qələm isimdir, nə sualına cavab verir. Baxın uşaqlar, onu da deyim ki, bütün sözlərin qrammatik mənası var, ancaq elə sözlər var ki, onların leksik mənası olmur. Biz dedik ki, leksik məna ilkin mənadır. Bəzi sözlərin ilkin mənası olmur. Onlar hansılardır? Məsələn, yaza bilərik ki, və. Və sözünün və deyəndə ağlınıza ilk olaraq nə gəlir? Heç nə. Və ya bağlayıcıdır, ya qoşmadır. Yəni ağla heç nə gəlmir. Sonra nə yaza bilərik? Məsələn, üçün. Üçün sözü yazırıq. Üçün sözü yazanda ağlımıza nə gəlir uşaqlar? Məsələn, deyirəm ki, üçün sözünün leksik mənası var. Fikirləşirsən, üçün deyəndə ağlıma nə gəlir? Heç nə gəlmir. Deməli, bütün sözlərin qrammatik mənası var, ancaq bəzi sözlər var ki, onların leksik mənası olmur. Leksik mənası olmayan sözlərdə əsasən bağlayıcı, qoşma, köməkçi nitq hissələrinin leksik mənası bəzən olmur. Baxın uşaqlar, bu qədər qısa izah etməyə çalışdım. İnşallah başa düşərsiniz. Sağ olun.